Bu, Olimpiya çempionu Mark Huzinqanın judo dünyası və Azərbaycan yığmasının yüksəlişi barədə fikirlərinin qısa xülasəsidir. Bilirsiniz, Sidney Olimpiyadasının qalibi və 2027-ci il Avropa çempionatının direktoru kimi Huzinqa, qarşıdan gələn bu böyük turnirin əhəmiyyətini, idmançılardakı o kəskin təzyiqi və Azərbaycan judosunun son illərdəki möhtəşəm sıçrayışını çox aydın izah edir. Birincisi, Apeldornda keçiriləcək Avropa çempionatından danışaq, bu Anton Geyskinin 1964-cü il Olimpiya qələbəsindən qalan o zəngin ənənəni sözün əsl mənasını canlandırır. Təsəvvür edin, Los Angeles Olimpiyadası ələfəsində bu idmançılar üçün əsl həlledici sınaqdır. Ev sahibi təzyiqi var ha, bax o eyni ilə almazı yaradan geoloji təzyiq kimidir. Əgər doğrudan da Olimpiya qızılı istəyirsənsə, məhz bu qaynayan qazanda özünü sübut etməlisən. Təbii ki, belə ağır təzyiqə tab gətirmək heç də asan deyil. Gəldik ən vacib məqama, yəni Azərbaycan judosunun sistemli sıçrayışına. Huzinqa özü də bunu tam açıq etiraf edir ki, Azərbaycan yığması hazırda dünya judosunun mütləq liderlərindəndir. Yalnız təbii istedadla bəlkə bir dəfə zirvəyə çatmaq olar, lakin ardıcıl olaraq dünya lideri kimi qalmaq üçün sizə sadəcə istedad yox, işlək bir maşın, dəmir intizam və mükəmməl strategiya lazımdır. Qısası, keçmişin o fərdi rəqabətləri bugünkü güclü, yenilməz sistemlərə çevrildikcə, həm ev sahibi Niderlandı, həm də qlobal liderliyə yüksələn Azərbaycan judoçularını gələcəkdə çox daha böyük qələbələr gözləyir.